Glikogon ile glikogen eyni şeydir. Əgər situasiya sualına glikogen yerinə glikogon yazsanız və yaxud tam tərsi, xal verilməyəcək. Qarışıq sekresiya vəzlərindən biri mədə-altı vəzidir. Mədə-altı vəzinin 2 hormonunu məktəbdə öyrənirik. Bunlardan biri insülin hormonudur, digəri isə glikogon hormonudur. Mədə-altı vəzi ümumilikdə karbohidrat mübadiləsinin tənzimlənməsində iştirak edən vəzlər sırasındadır. Mədə-altı vəzinin insülin hormonu nə zaman ifraz olunur? Əgər qanda şəkərin miqdarı normadan çox olarsa, bədənimiz mədə-altı vəzinin ifraz etdiyi insülin hormonu hesabına glikozanın artığının glikogenə çevrilməsinə kömək edir. Deməli, insülin hormonu qanda glikozanın miqdarı normadan çox olduqda ifraz olunur, glikoza glikogenə çevrilir və bu glikogen qaraciyər və əzəllərdə ehtiyat halında toplanır. Glikogen mürəkkəb karbohidratdır, polisaxariddir, o birisi adı heyvani nişastadır. Həm heyvanlar aləminin nümayəndələrində, həm də göbələklər aləmində təsadüf olunan bir karbohidrat formasıdır. Qanda şəkər miqdarı normadan aşağı düşdükdə isə mədə-altı vəzinin glikogon hormonu ifraz olunur və bu hormon hesabına qaraciyər və əzəllərdə ehtiyat halında toplanmış glikogen glikozaya qədər parçalanmış olur. Bu iki hormon, yəni insülin və glikogon hormonu bir-birinə antagonist təsir göstərir, yəni bir-birinin əksi istiqamətdə təsir göstərir. Biri glikozanın miqdarını artırdığı halda, digəri glikozanın miqdarını azaldır. Biri glikogenin miqdarını artırdığı halda, digəri glikogenin miqdarını azaldır. Nə oldu? İndi sizə bir sual. Deyin görək, qanda glikozanın miqdarını mədə-altı vəzinin hormonundan başqa hansı vəzinin hormonu da artıra bilərdi?